Situasiya sualıdır. Situasiya sualında dövrü sistem cədvəlindən bir hissə verib və X halogendir. X halogendirsə, deməli avtomatik bu yerləşir 7A-da. 7A, 6A, 5A, 4A, 3A, 2A. Bizə deyir ki, Y-ın baş oksidinin formulunu, Y 3A-dadır. 3A'ların baş oksidinin formulu birincidə. Biz bilirik ki, X2O3 olacaq. Çünki oksigen 2 valentlidir. Bu da 3A'larda 3 valentli götürürük biz. Və normal halda atomunda olan tək elektronların sayını müəyyən edin. Gəlin baxaq. Y 3A'dır və 3-cü dövrdür. 2-ni tapanda. Yəni Y-ımız 3S 2, 3P1'dir. Niye? Çünkü 3A 3-cü dövrdür və sıra nömrəsi də buradan baxırıq ki 13 olacaq. Bizə nə deyir burada? Tək elektronların sayını. Bunu burada yazdıq. Burada bir dənə tək elektronu var. Bunun da cavabı 1'dir.